Peygamber sallallahu aleyhi ve sellem buyurur ki la'anallahu men la'ana valideyh. Allah Teala o insana lanet eləsin ki o adam öz ailəsinə, anasına, atasına lanet eləyir. Allah Teala valideynlərə söyəni lanet eləsin. Sahabelər soruşurlar ki ey Allahın elçisi bir şəxs heç valideynə söyə bilərmi? Peygamber sallallahu aleyhi ve sellem buyurur ki o onun anasına söyür, o da qayıdıb onun anasına söyür. Eğer sen bir insanın anasına veya da atasına söydünsə, o da qayıdıb sənin anağa, atağa söydüsə, bu hədisin altına daxil olursun. Çünki sən səbəb oldun. Ona görə də Allah Teala öz mübarək kitabında deyir ki, Allah'tan qeyrisinə ibadət olunmuş bütlərə söyməyin. Onlar da elimsiz, cahil şəklində Allah'a söyərlər. Eğer bir insan dinə söyməyə səbəb yaradırsa, o günah daşıyır. Bir insanı qurdalayır, o da onun dininə söyür, Allah'a söyür, o insan özü günah daşıyır. Allah qorusun.